Radiotexnika və telekommunikasiya mühəndisliyi müasir informasiya cəmiyyətinin inkişafını təmin edən əsas sahələrdən biridir. Bu ixtisasda tələbələr siqnalların ötürülməsi, qəbulu və emalı prinsiplərini, eləcə də rabitə sistemlərinin və şəbəkələrinin qurulmasını və idarə olunmasını öyrənirlər. Analoq və rəqəmsal rabitə, anten texnologiyaları, peyk rabitəsi, fiber optik və simsiz sistemlər üzrə praktiki biliklər tələbələrin innovativ düşüncə və problem həll etmə bacarıqlarını gücləndirir. Məzunlar telekommunikasiya şirkətlərində, mobil operatorlarda, internet provayderlərində, radio-TV yayım mərkəzlərində və müdafiə kosmik rabitə sahələrində mühəndis, şəbəkə inzibatçısı və sistem inteqratoru kimi fəaliyyət göstərə bilirlər. Azərbaycan Texniki Universitetində bu ixtisas elmi praktik yanaşma və sənaye təcrübəsi ilə inteqrasiya olunmuş şəkildə tədris edilir.